Sizi bilmirəm, amma ciyər qovurması, içalat qovurması, quyruqla bağlı qovurmalar, mən bunları çox sevirəm. Əvvəllər də yadıma gəlir, uşaq olanda evdə qurban kəsiləndə mütləq gözləyirdim ki, mamam onun içalatını nə vaxt qovurma edəcək. Çünki sanki adətdir, qurban kəsilən kimi içalatından paylara da qoyulurdu, amma həm də belə bağırsağı, ağciyər, qaraciyər, ürəyi soğanla bərabər belə qovurma edilirdi. Sanki onun dadı ümumiyyətlə bir möhtəşəm olurdu. İndi özüm də ət almağa gedəndə mütləq ciyərin olduğunu soruşuram ki, ciyər var, əgər olursa mütləq alaram. Əgər heç quyruq olmasa belə adi bir tavada ciyəri özüm kabab kimi edirəm duzla. Bir də ona soğan doğrayıram sumaqla. Çox ləzzətli olur. Ümumiyyətlə ciyər qovurması, ciyər kababı quyruqla bərabər bu ikilinin dadını çox sevirəm mən. O günlərdə biraz yoldaşım evə ciyər almışdı, biraz da quyruq almışdı və düşündüm elə bunu sacda eləyəcəm. İkisini də kup-kup doğradım. Ən son amma üzərinə soğan əlavə eləyəcəm. Əvvəlcə belə yaxşı qızmış saca quyruqlarımızı əlavə elədim. Quyruq qəşəng qovurulub öz yağını buraxdıqdan sonra doğradığım ciyərləri də əlavə elədim. Biraz duz, biraz istiot qarışdırdım. Mənə elə gəlir ki, başqa heç ədviyyat buna heç ehtiyac da yoxdur. Çünki elə bu ikilinin dadı möhtəşəm olur. 1-2 dəqiqədən sonra da fal-fal doğradığım soğanları da əlavə elədim və artıq sacın qapağını bağladım ki, həmən yağda soğanlar həm ölsün, həm də qəşəng bişirsin. Vəssalam 5-10 dəqiqəyə soğanlar da artıq qızardı. Üçlünün dadı möhtəşəm. Edən hər kəsə nuş olsun. Əminəm ki, bunu bəyənənlər çoxdur. Hələlik.